İmam Muhammed Baqir əleyhissalam buyurur: Bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olan əməllərin ən yaxşısı Allaha, onun rəsuluna və ixtiyar sahibi olan imamlara itaət etməkdir. Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək isə küfürdür. Baqir ləqəbi ilə tanınan 5-ci imam Muhammed İbn Əli Zeynulabdin Hicri təqvimlə 57-ci ildə Mədinə şəhərində dünyaya gəlib. Atası 4-cü imam Zeynulabdin, anası isə İmam Həsənin qızı Ümmül Abdullah idi. İmam Baqir həm ata, həm də ana tərəfindən Həzrət Əli və Həzrət Fatimənin nəslindəndir. İmam Baqirin həyatının ilk 4 ilə yaxını babası İmam Hüseynlə bir dövrdə keçib. Tarixdən bəlli olduğu kimi Aşura inqilabından sonraki dövr İslamın və Əhl-i Beytin ən çətin məqamları sayılır. Dövrün zalim hakimlərinin davamlı təzyiqləri, sui-qəsdlər daha da artır. Eyni zamanda Əməvilər arasında da ziddiyyətlər dərinləşir və saray qovğaları genişlənirdi. Belə bir ziddiyyətli və çətin dövrdə yaşamış İmam Baqir əleyhissalam İslam elminin yaşayıb güclənməsi üçün böyük işlər görür və demək olar sonradan böyük bir silsiləyə çevriləcək İslam elmi məktəbinin əsasını qoyur. Zirarə İbn Əyun, Muhammed İbn Müslim, Əbu Bəsir, Bureyr İbn Muaviyyə Əcli, Cabir İbn Yezid, Həmran İbn Əyun, Hişam İbn Salim kimi İslam elminin böyük nümayəndələri məhz İmam Baqirin yetirmələri olub. Peyğəmbər dövründən İmam Baqirin zamanına qədər yaşamış məşhur səhabələrdən olan Cabir İbn Abdullah Ənsari rəvayət edir ki, bir gün Peyğəmbər ona buyurdu: Məndən sonra nəslimdən olan adı və görünüşcə mənə oxşayan bir şəxs görəcəksən. O, elm qapılarını xalqın üzünə açacaq. Mənim salamımı ona yetirərsən. Həmin hadisədən çox illər keçdikdən sonra Cabir ibn Abdullah Mədinədə İmam Baqiri görür. İmamı tanıdıqdan sonra Cabirin yadına Peyğəmbərin hədisi düşür. Bu hadisədən sonra səhabə Cabir hər gün İmam Muhammed Baqirin ziyarətinə gedir və Peyğəmbərdən eşitdiyi hadisəni danışarmış. Əməvi xanədanının nisbətən ədalətli nümayəndəsi Ömər ibn Əbdüləzizin hakimiyyəti İmam Baqirin dövrünə təsadüf edir. Məhz bu şəxs xəlifə Ömər tərəfindən hədis yazılmasına qoyulan qadağanı ləğv etdirir, Muaviyyə tərəfindən tətbiq olunan və sonrakı dövrlərdə davam etdirilən Həzrət Əliyə lənət oxunması kimi alçaqcasına hərəkətə son qoyur və nəhayət İslam Peyğəmbərinin Həzrət Fatimə və onun övladlarına hədiyyə etdiyi qəsb olunmuş fədək bağlarını həqiqi sahiblərinə İmam Baqirə qaytarır. Amma bu dövr çox davam etmir. İslahatçı xəlifə elə Əməvilər tərəfindən də öldürülür. Bundan sonra onun yerinə keçən Yezid ibn Əbdülməlik bağı yenidən həqiqi sahiblərindən qəsb edir. İmam Muhammed Baqir hər zaman nümunəvi, səliqə səhmanlı zahiri görünüşü ilə seçilib. İmam həmişə sadə, təmiz və səliqəli paltarlar geyər, ətir vurarmış. Müasirləri onun həmişə sakit danışdığını, güləndə səsini uzatmadığını, hətta ağlayarkən bərkdən ağlamadığını qeyd edirlər. İmam Baqir buyurur: Mehribançılıq ürəkləri bir-birinə yaxınlaşdırar, düşmənçilikləri aradan götürər. Böyük İslam alimi Şeyx Müfid İmam Baqir əleyhissalam haqqında yazırdı. O həzrət bütün elm və mərifətlərə bələd idi. Bütün ömrünü Allaha itaətlə başa vurmuşdu. Təqva və pəhrizkarlıqda möhkəm və sarsılmaz idi. Əhd peymanına sadiq idi. Ürəyinin saflığı, ruhunun paçlığı və insani rəftarları hamını heyran qoymuşdu. O, insanlara İslam əxlaqını təlim edərək onları məhz bu əxlaqla tərbiyələndirirdi. Əhl-i sünnə alimi İbn Həcər İmam Baqir əleyhissalam haqqında yazırdı. İmam Muhammed Baqir pak qəlbə malik şəxsiyyət idi. Sözü ilə əməli bir idi. O, böyük arif və misilsiz abid idi. Onun insani zinətlərini vəsf etməkdə acizəm. İmam sadə həyat sürüb, əkinçiliklə məşğul olub, tarlada çalışıb və əkinçilərlə birlikdə yemək yeyərmiş. İmam Baqir öz dövründə Hicazın ən səxavətli şəxsiyyətlərindən sayılıb. Çoxlu sayda imkansız insanlar onun zəhmətinin bəhrəsindən qidalanırdılar. Digər imamlar kimi İmam Muhammed Baqirin də fəaliyyəti dövrün hakimlərini narahat edirdi. Xəlifə Hişam ibn Əbdülməlik imamı Şama gətizdirir. İmamı bu səfərdə oğlu 6-cı İmam Cəfər Sadiq müşayiət edirdi. Tarixi mənbələrdə verilən məlumatlarda göstərilir ki, digər xəlifələr kimi Hişam da müqəddəs şəxsiyyətləri aşağılamağa çalışıb. Amma onun səylərinə baxmayaraq Şamda Əli övladlarını nəinki aşağılamaq mümkün olmur. Əksinə bir daha Əhl-i Beytin böyüklüyü təsdiqlənir. İmam Muhammed Baqiri elmi vasitələrlə aşağılamağın qeyri-mümkün olduğunu bilən xəlifə, İmam saraya gəldiyi gün ox atma yarışı təşkil edir.
və sıraya gələn artıq kifayət qədər yaşlanmış İmam Muhammed Baqiri ox atmağa məcbur edir. İmam Cəfər Sadiq buyurur ki, atası əvvəlcə ox atmaqdan imtina etsə də, xəlifə üz göstərərək dəfələrlə israr edir. İmam Cəfər Sadiq buyurur, atam çarəsiz qalıb yayı götürüb nişan alaraq atdı. İlk ox hədəfə dəydi. Ardınca atdığı oxlar hər dəfə həmin oxu parçalayaraq hədəfin ortasına sancılırdı. 9-cu oxu atdıqdan sonra Hişam dedi, bəsdir ey Əbu Cəfər, sən ox atmaqda hamıdan mahirsən. Daha sonra vəziyyətdən çıxmaq üçün pərtliklə Qureyş qəbiləsi ərəblər və əcəmlərdən üstündür, çünki sənin kimi şəxsə sahibdirlər, söylədi və atamdan bu cür ox atmağı necə öyrəndiyini soruşdu. Atam ona belə cavab verdi. Allah Taala hər bir elm və mərifəti tam şəkildə bizə əta etmişdir. Hişam qəzəblə başını aşağı salaraq deyir, məgər bizlər və sizlər Əbd-Mənafın, yəni İslam Peyğəmbərin ulu babasının nəslindən deyilik? Məgər Peyğəmbər Əbd-Mənaf nəslindən deyildi ki, Allah onu insanlara imam və rəhbər təyin etdi? Siz bu bazarğı haradan irs aparmısınız? Atam cavabında buyurdu, biz vəhy ailəsiyik. Allah bizə başqa adamlara bəxş etmədiyi xüsusiyyətləri verir. Necə ki, Peyğəmbər kürəkəni Əliyə başqalarına demədiyi sirləri deyirdi, Əli özü də belə idi. O Həzrət bir gün Kufədə buyurdu, Allahın Peyğəmbəri elmin 1000 qapısını mənim üzümə açmışdı ki, hər bir qapıdan 1000 təzə qapı açılır. Ey Hişam, təkcə biz o elmlərdən irs aparmışıq, başqaları yox. Hişam bir söz demədi və əmr etdi ki, bizi ehtiramla Mədinəyə yola salsınlar. Böyük İslam alimləri, filosoflar, fəqihlər, tarixçilər və digər sahələr üzrə tanınmış müsəlman alimlərinin bir çoxunun ilk ustadı İmam Muhammed Baqir olmuşdur. İlk İslam məktəbləri məhz onun dövründə yaranmağa başladı. Onun dönəmində Peyğəmbərdən hədis söyləmək və yazmağa qoyulan qadağanın götürülməsi hədis elminin inkişafına səbəb oldu. İlk mötəbər hədis külliyyatları yazılmağa başladı. İmam Baqirin maarifçi elmi fəaliyyəti Əməvi xanədanının başçılarını narahat edirdi. Buna görə də onun fiziki cəhətdən yox edilməsinə çalışırdılar. Hicrə qəməri təqvimlə 114-cü ildə xəlifə Hişamın göstərişi ilə Əhl-Beytin bu görkəmli nümayəndəsi zəhərləndirildi. Şəhid edilərkən İmam Baqirin 59 yaşı vardı. İmam Mədinədə Bəqi qəbirstanlığında İmam Həsənin və atası İmam Zeynalabdinin qəbirləri yanında dəfn edildi. Bu böyük şəxsiyyətdən sonra söylədiyi çoxlu sayda hədislər, qiymətli fikirlər və dəyərli tələbələr qaldı. Heç şübhəsiz ki, onun ən böyük şagirdi İslam hüquq elminin banisi oğlu İmam Cəfər Sadiq idi. Elm və imamət silsiləsi Həzrəti İmam Baqirin oğlu tərəfindən davam etdirildi. İmamın mübarək məzarı Mədinədə Bəqi qəbirstanlığında İmam Həsən Müçtəba, İmam Zeynulabidin və İmam Cəfər Sadiqin məzarları ilə yanaşı yerləşir.